Çörəyi öz qiymətinə almaq. İmam Sadiq əleyhissalam bir gün Mətəbə buyurdu: Ey Mətəb, hər şeyin qiyməti qalxır. Bu il nə qədər buğdamız var? Mətəb dedi: Bir neçə aylıq buğdamız var. İmam Sadiq əleyhissalam buyurdu: Onları bazara apar və cəmaata sat. Mətəb dedi: Ey Peyğəmbərin övladı, Mədinədə buğda tapılmır. Əgər bunları satsam, daha buğda almağa imkanımız olmayacaq. İmam Sadiq əleyhissalam buyurdu: Sənə nə deyirəmsə onu da elə. Buğdaları apar və cəmaata sat. Mətəb deyir: Buğdaları satdıqdan sonra nəticəni İmam Sadiq əleyhissalama çatdırdım. Həzrət buyurdu: Bundan sonra gündəlik çörəyi bazardan al. Mənim çörəyimin yarısı buğdadan, yarısı da arpadan olmalıdır. Gərək bizim çörəyimiz cəmaatın əksəriyyətinin çörəyindən fərqlənməsin.